Ən bahalı modelin askı sistemi və yaxud da belə deyək də rulavoy deyək də ən bahalı təxminən neçəyə gəlib çıxa bilər? Range Rover'də zat da baha olur, hə? Təzəsindən danışırsınızsa, təzəsi götürməsən 2025-də maşınlarla götürsən, istəyir Mercedes S-Class olsun, Mercedes W167 Kuza, sonra BMW-də olsun G05'lər, G05'lərdir, G30, G20-də təzə model. Bunların şans sistemi, məsələn, təzəsini götürsən, məsələn, təzə 6000-7000 civarında. Tapmaq olur onun təzəsini? Servisdə gətirir, belə də gəlir, xaricdən də gətirə bilirsən. Bəs o ölüxanadan alanlar olur? Ölüxanadan belə deyək də 2000-3500 bu civarda olur qiymət. Məsləhət görərsən ki, o ölüxanadan? Əlbəttə ki. Bu gəlir, baxırsan təzə kimi şey. Problem çıxır. Problem çıxanda zaten qoyan kimi problem bilinir də, problem olur, qoymursan. Amma bugünkü gün, yəni, mən neçə illərdir bu işləyəm, yəni gedib kimsə təzə orijinal dükan aldığını hələ görməmişəm. Elə ölüxanadan zaten. Praktikada hamı ölüxanadan var, Kitayın buraxdığı dükan sistemləri də var, elektron. Bəzilərində yəni problem çıxır da çıxmır, beləsində birində işləyir, birində işləmir, belə bir problemlər var.